Afrikadan yaxın şərqə kimi bir çox regionda nüfuzunu itirən Fransa, dırnaqarası demokratiya narahatlığı ilə çox üzlü siyasətini davam etdirir. Afrikanın Müdafiəsi Liqasının prezidenti Egunci Behanzinin Azərbaycandan qayıdarkən vətəndaşı olduğu ölkədə Fransada təzyiqə məruz qalması rəsmi Parisin növbəti antidemokratik təzahürüdür. Baş verənlər tarixən humanizm adı ilə müstəmləkəçilik və soyqırımı siyasəti yürüdən Fransanın despotizmlə idarə edildiyini daha bir nümunəsidir. Afrikada qanlı izlər qoyan Fransanın öz ərazisindəki anti-humanist siyasəti yeni formada üzə çıxıb. Ötən həftə Bakıda olan və Azərbaycan televiziyasının əsas məsələ verilişində iştirak edən Afrikanın Müdafiəsi Liqasının prezidenti Egunci Behanzin ölkəsinə qayıdarkən hava limanında saxlanılıb və təzyiqlərə məruz qalıb. Səbəbi isə onun Azərbaycana mütəmadi səfərləri və Fransanın müstəmləkəçi, antidemokratik siyasətinə dair tənqidi fikirləridir. Bakıdan qaydanda Parisin Orly aeroportunda Fransa pasportumu bortda təqdim etdim. Sistem imtina etdi. Polisə yaxınlaşdım. Mənə bildirdilər ki, pasportuma blok qoyulub. Mən yaşadığım, vətəndaşı olduğum ölkəyə, Fransaya girə bilmərəm. Təxminən bir saat olar mənə zor tətbiq etdilər. Telefonumu və şəxsi əşyalarımı yoxlamaq istədilər. Daha sonra sərbəst buraxdılar. Bir daha əmin oldum ki, Azərbaycana gəlişim Fransalı siyasətçiləri narahat edir və onlar məni qorxutmaq istəyirlər. Fransalı siyasətçi təzyiqə məruz qalmasında prezident Emmanuel Macronu təqsirkar bilir. Onun sözlərinə görə hakimiyyətə gəldiyi gündən ölkədəki azadlıqları boğmağa çalışan Macron, xarici siyasətdə olduğu kimi daxili məsələlərdə də eyni ikiyüzlülüyü göstərir. Bugün Fransada demokratiya və söz azadlığı mövcud deyil. Lakin əyyaş kapitalistlərə və onların agentlərinə lazımdırsa, demokratiya cem-bol tətbiq edilir. Onların siyasətini, maraqlarını narahat edən nəsə olsa, o zaman nə düşüncə, nə də ifadə azadlığına icazə verilir. Bugün Fransada vəziyyət ifrat dərəcədə pisləşib. Bunu siz işgəncə və zorakılığa məruz qalan fransızların timsalında görə bilərsiniz. Emmanuel Macron Fransanı kral və diktator kimi idarə edir. Heç bir halda onun iradəsinin əleyhinə getmək olmaz. O, müasir Fransanın hakimi mütləqidir. Afrikanın Müdafiəsi Liqasının prezidenti baş verənləri Fransanın Afrika və Ərəb dünyasında gündən-günə itirdiyi nüfuzu ilə əlaqələndirir. Siyasətçinin sözlərinə görə digər ölkələrə özünün dırnaqarası demokratiya əsaslığını göstərən rəsmi Paris, Azərbaycana qarşı da bənzər siyasət sərgiləyir. Fransanın Cənubi Qafqazda məqsədi sabitliyi pozaraq öz hökmranlığını bərqərar etməkdir. Fransa Afrika regionundan qovulub, diplomatiyası yaxın şərqdə və Ərəb dünyasında iflasa uğrayıb. Buna görə Qafqaz regionunda özünə güc tapmağa çalışır. Reallıqda isə bu regionda baş verənlərdən zərrə qədər narahat deyil. Üzdə narahat görünsə də, reallıqda Fransa Azərbaycan dövlətinə və xalqına hücum edən terrorçulara, separatçılara silah ötürür, maliyyə yardım edir. Fransanın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdinin kökündə heç də demokratiya ilə bağlı narahatlıq dayanmır. Bəli, bunları başqası deyil. Fransalı siyasətçi yaşananların əsasında söyləyir. Rüstəm Mikayılzadə, Vüqar Ələsgərov, Rauf Məmmədov, ASTV Xəbər.